Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının təşəbbüsü ilə 4-cü Milli Kiber Təhlükəsizlik Forumu keçirilib. Azərbaycanın rəqəmsal transformasiyasının aparıcı qüvvələrindən biri olan Azərsel Telekom MMC forumun platin sponsoru qismində tədbirə dəstək göstərib. Forum çərçivəsində keçirilən rəqəmsal transformasiyada kiber çağırışlar panel müzakirəsində çıxış edən Azərselin Kiber Təhlükəsizlik şöbəsinin rəhbəri Maiz Şərifli əməliyyat və təhlükəsizlik sistemlərində süni intellektin rolu ilə bağlı fikirlərini bölüşüb. Artıq 2025-ci ildən etibarən süni intellekti tətbiq edirik və bugün bu forum çərçivəsində əldə etdiyimiz real nəticələri forum iştirakçılarına çatdırdım. Əlavə olaraq bildirmək istəyirəm ki, Azərsel artıq bazara ondan çox kiber təhlükəsizlik xidməti təklif edir. Qeyd edək ki, Azərsel kiber təhlükəsizlik sahəsində fəaliyyətini Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair 2023-2027-ci illər üçün strategiyasına uyğun olaraq inkişaf etdirir.